Hökümə deyir ki, hamı sakit olsun. Hər şey yaxşı olacaq. Hökümə, bugün biz hamılıqla bir nəfər kimi sənin dediklərinə riayət edirik. Sənin təlimatlarına uyğun davranırıq. Bax hökümə. Bax, hamımız nə qədər də sakitik. Studiyamız bomboşdur. Səssizlik və qəribə bir sükut içindəyik. Amma bütün bu səssizlikdə sənin hər şey yaxşı olacaq sözündən böyük güc və ilham alırıq. Və sənə çox inanırıq hökümə. Bəli, hər şey yaxşı olacaq. Mütləq yaxşı olacaq. Çünki bizim hökümə kimi dişi aslanlarımız var. Çünki bizim həyatı bahasına həyatlar xilas edən İqor və Aleksandr kimi erkək aslanlarımız var. Bax, ona görə də hər şey mütləq yaxşı olacaq. Amma bugün yaxşı deyil hökümə. Bugün biz matəmdəyik. Bugün bayrağımız belə boynun büküb və yarıya qədər aşağı inir. Bugün biz hamımız xəbər sorağındayıq. Gözləyirik hökümə. Qulağımız yenə də səslədir. Gözümüz yenə yoldadır. Bəlkə siyahıda yanlışlıq var deyə sənin səsindən güc alırıq hökümə. Baxın, əsas olan bu gücümüzün heç vaxt itməməsi və tükənməməsidir. Biz ən son anda belə hər şeyin yaxşı olacağına inanır və inandıra biliriksə, demək ki, bu millət üçün, bu xalq üçün